Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan illərdir gözlədiyi zəfərinə qovuşdu. Əzəli torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olundu. Vətənimizin hər dağı, hər düzü, hər yolu, hər ocağı sevgi ilə yoğrulub. Müxtəlif arzularla böyüyən bu balaca igidlər bugün vətənimizin dayağına, qəhrəmanlara çevrilib. Onlar Sokar ailəsinin üzvləri idilər. Bugün də elədir. Zavodlarda, idarələrdə, müəssisələrdə çalışaraq fəaliyyətləri ilə dəyərli töhfələr verirdilər. Vətən çağıranda isə qürurla iş geyimlərini əskər forması ilə əvəz etdilər. Çünki hər birimiz üçün ən ali vəzifə vətəni qorumaqdır. Onlar vətənimizin şanlı zəfər tarixini yazanlardan oldular. Vətən sevgisi ilə torpaqlarımız işıqlandı. Qürur mənbəyimiz olan bayrağımız işğaldan azad olunan ərazilərdə dalğalandı. Vətənin igidləri, Sokar ailəsinin ən dəyərli üzvləri, torpağa, bayrağa olan sevgiləri ilə qəhrəmanlıq, şəhidlik zirvəsinə ucaldılar. Əziz xatirələri daim qəlbimizdə yaşayacaq. Ruhunuz şad olsun, vətənimiz azaddır.